Məkkə şəhərinin əsasını İbrahim peyğəmbər və oğlu İsmail peyğəmbər qoyur. Allah Taala İslam dini gəlməmişdən 1000 illər qabaq İbrahim peyğəmbər və oğlu İsmail peyğəmbərə Kəbəni, Məscidül Haramı tikib inşa etməyi əmr edir. Bu haqda uca Allah Qur'an-ı Kərimdə belə buyurur: İnne evvele beytin vudi'a lin-nasi lellezî bi Bekkete mübareken və huden lil alemin. Həqiqətən də insanlar üçün inşa olunan ilk ev Bəkkədədir. Bu ev insanların hidayət olub haqqı tapmasına, aləmlər üçün rəhmətin, xeyrin gəlməsinə səbəbdir, vasitədir. Məkkə şəhərinin ilk cəmaatı Curhum qabiləsi olmuşdur. Bir rəvayətə görə Həbəşistandan gələn, başqa bir rəvayətə görə isə Yəməndən gələn Curhum qabiləsi Məkkə şəhərinin ilk sakinləri olmuşdur. Bu şəhərdə İsmail peyğəmbər anası Həcər anamızla bərabər uzun illər yaşamışdır. Hətta İsmail peyğəmbər Curhum qabiləsindən olan bir qadınla evlənir. Curhum qabiləsi də ərəb əsilli olan qəbilədir. Curhum qabiləsindən bir qadınla evlənir, orada ailə həyatı qurub, orada məskən salır. İsmail peyğəmbər üçün ərəblərin atası deyilir. Ona görə ki, bu izdivacdan ərəblər çoxalıb Məkkə şəhərində artmışlar. Həcər anamız üçün isə ərəblərin nənəsi deyilir. Ərəblərin nənəsi. Məkkə şəhərinin ən məşhur, ən orada şərafətli əhalisi isə Qureyş qəbiləsi olmuşdur. Hansı ki Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm bu qəbilədən gəlir. Allah Rasulü sallallahu aleyhi və səlləm bir hədisində belə buyurur: İnnallaha astafə kinanətə min vələdi İsmail. Allah Taala İsmail övladlarından Kinanə qəbiləsini seçir. Vastafə Qureyşəm min Kinanə. Kinanə qəbiləsindən isə Qureyş qəbiləsini seçir. Vastafə Qureyşəm min Bəni Həşim. Qureyş qəbiləsindən Bənu Haşim qəbiləsinin ailəsini seçir. Vastafəni min Bəni Həşim. Məni də Bənu Haşim qəbiləsindən seçir. Məkkə şəhəri müsəlmanların qibləsi sayılır. Hər namaz qılan zaman üzlərini Məscidül Harama çevirib dayanıb qıldıqları qiblə. Məkkə şəhərinin mübarək, xeyirli, bərəkətli olması üçün İbrahim peyğəmbər Allaha dua etmişdir. Məkkə şəhəri Allaha və onun Rasulü Muhammed sallallahu aleyhi və səlləmə ən xeyirli şəhərdir. Orada Məscidül Haram vardır. Məscidül Haramda qılınan namaz başqa yerlərdə qılınan namazdan 100.000 dəfə üstün fəzilətlidir. Bu şəhərdə İslamın əsaslarından 5-incisi olan həc ibadəti yerinə yetirilir. Məscidül Haramda, eləcə də haram ərazidə olan Mina, Muzdəlifə, Arafat, hamısı bu şəhərdədir. Həc ibadəti məhz bu ərazidə olur. Eləcə də ümrə ibadəti, hansı ki imkanı olana vacibdir, təkid olunmuş sünnədir. Ümrə ziyarətini etmək. Burada Allahın açıq aydın nişanələri vardır. İbrahim məqamı kimi, həmçinin Safa, Mərva dağları kimi qiyamətə qədər bunlar qorunub saxlanacaqdır. Bu şəhərin tarixi, onun fəziləti haqqında Allahın izni ilə xatırladığımız və söyləyəcəklərimiz bu qədərdir.